Yalnızdım, çok yalnızdım. Çiftliğimden kanat yaptım. Seni o gökyüzüne ben koydum. Yağmurlar yağdı örtüm. Siper oldum bembeyaz bulutlarla. Doldurdum nasıl bensiz oralarda uçuyorsun. Çok seviyorum. Salam istəklərim, necəsiz? Bilirsiniz ki, hər dəfə bir enerjini asmağa çalışırım və bugün çox gözəl bir enerjidəyəm. Dedim sizinlə niyə bölüşməyim bunu? Bəni tanıyanlarınız bilir, tanımayanlarınız özümü yeni təqdim edeyim. Mən Apostofa Şəfa, özümü korreksiya edici, həmçinin də psixoloqam, uluslararası bir yaşam koçu və eğitmənim. Bəlkə müəllif olaraq bir neçə kitabım var. Qısaca bir təqdimat etdim. Daha ətraflı bir təqdimat. Zaten sizlə biz danışırıq hər dəfə. Orada öyrənərsiniz. Bugün bilirsiniz ki, biz hər dəfə bir mövzunu söhbət edirik sizinlə və bugün istədiyim mövzu əslində aqressiyadır. Nəyə görə aqressiyadır? Bilirsiniz ki, həm hazırlaşdım, həm sizinlə danışacağım. Ona görə kaya bilir, boş verək. Bilirsiniz ki, biz həyatımızın bir çox yerində, yəni əslində mən Qoç bürcüyəm və bürcülərə çox takılan bir insan deyiləm. Heç də olmamışam. Mənə görə əqrəb belədir, oxatan belədir, əkizlər belədir. Çox takılmıram, zarafata deyirəm bəzən. O da yəni çox retki, yəni çox ağzımda işlə bilməz. Amma cidden Qoç bürcüyəm və oxatan mənim yüksələnimdir, ay bürcümdə olsadır. Yəni mən astrolog dostlarım genəldə mənə şeytan üçgəni falan deyir, yəni bu kombinasyonuma görə. Çünki mənim Qoç tərəfimin aqressiyasını çox zaman oxatan tərəfim sakitləşdirir, amma zeka tərəfimi daha çox dolça və Qoç tərəfim tətikləyir, özgür ruhum və sempatikliyimi, yay burcumu böləcəm. Nəysə belə bir gedişat var. Bunun hamısını aça bilməliyik, astroloji dərsində deyiliyində. Amma həyatımın bir çox mövqeyində mən aqressiya ilə bağlı problem yaşamışam. Və mənə xidmətləri olduğu qədər məndən aldığı şeyləri də yəni görməməyim imkansızdır. Və gördüm də. Bu müddətdə mən sizə deyə bilmərəm ki, yəni hər zaman qazandırdı. Və həmişə demişəm, aqressiya nə qədər çox olarsa, o qədər şey aparır insandan. Çünki bizim, yəni bu arada rənglədiyimə baxmayın, mən fondöten işlətmirəm. Qazandırdığından çox aldığı oldu məndən, açıq danışmaq lazımdırsa. Çünki bəzi insanlar bəzi şeyləri rahatlıqla qazana bilsə də, bəzi insanlar onun üçün mübarizə aparır və aqressiya elə bir şeydir ki, siz həyatınızın bir mövqeyində aqressiyanı yaşadığınız anda onu əgər doğru şəkildə aktara bilmirsinizsə, inanın mənə o davanızın, o qışqırıq-bağırınızın heç bir mənası yoxdur, çiçəklərim. Heç bir mənası yoxdur. Əksinə, siz orada günahkar mövqeyinə keçirsiniz, istəməsəniz belə. Çünki biz həyatımızda aqressiyanı çox zaman özümüzü ifadə şəkli olaraq işlədirik. Bu da gördüyümüz, götürdüyümüz və bizə göstərilən sistemə görə bu şəkildədir əslində. Heç kim aqressiyalı dünyaya gəlmir. Hamı görür, götürür və ondan türətməyə başlayır. Heç bir uşaq aqressiya ilə dünyaya gəlmir. Heç bir uşaq bir dəfəlik onu təzahürə keçirmir. Bizim bəzilərimizin bəzi kodları var, bunda həm fikirik. Yəni burada bir necə deyirlər, əksi bir şey demirik. Amma bir çox mövqeydə biz unutduğumuz bir mövqey var ki, okey, bunlar bizim kodlarımızdır, amma bunu idarə etmək bizə asılıdır. Yəni bizim özümüzdən asılıdır, hər şeydə zamana buraxmaq lazım deyil. İdarə bizim əlimizdədir qısaca. Bəzən deyirlər ki, keçən dəfə bir rəfiqəm mənə yazıb və mənə deyir ki, çox şanslısan sən. Yəni sənlə danışanda zənn edirəm ki, yəni bu adamın heç sinirləri yoxdur da, yəni heç sinirlənmirmi? Baxın, mən də əsəbləşirəm. Mən insan, hətta mənim ən sevmədiyim şey budur ki, bəzən bir psixoloqların, bir koçların insan olduğunu unuturlar. Yəni cidden bizim insan olduğumuzu unuturlar. Bizim bir problemimiz olduğunu deyəndə hər kəsə qəribə gəlir. Sanki biz nəyiksə, yəni hər şeyi ultra fərqli şəkildə yaşayırmışcasına davranırlar. Çox qəribədir. Cidden çox qəribədir. Biz də insanlıq, biz də aqressiyan alırıq. Bizim də ailə problemlərimiz var. Bizim də sinirlərimiz oynaya bilər. Biz də
Narahat ola bilərik, biz də stres çəkirik. Çəkirik yəni, yalan yoxdur. Hamımız çəkirik bunu. Həyatdır da, yəni çəkə bilərik biz bunları. Biz bunu insan olaraq çəkirik. Bunu bu qədər qəribsəməyin bir mənası yoxdur. Hər zaman, bəzi mentorların hər zaman pozitiv olmağını gözləyirsiniz. Öyle bir dünya yok. Yani açık danışıq. Öyle bir dünya yok. İsteklerim yok öyle bir dünya. Çünkü biz hamımız həyatımızda bir çox post paylaşa bilərik, bir çox story paylaşa bilərik sizlə. Amma həyatımızın bir çox nöqtəsində bizim stres çəkdiyimiz, bizim narahat olduğumuz çox şeylər var. Və bəzən ortada olmadığımız zamanlarda direkt girir insanlar. Ne oldu? Baxın, bəzi insanlar sırf maddi həzlərlə bu sinirlərini, aqressiyalarını ata bilirlər. Bu bəzilərini belə olmur. Misal üçün məndə necədir? Mən sırf fiziki bir idmanla və mənəvi bir inzivayla o siniri atlatıram, o gərginliyi atıram. Əksi təqdirdə çox sevdiyim bir insanın təmasına və ya mənim yanımda olduğunu hiss etməyimə ehtiyacım var. O da mənə alan tanıya biləcək bir insansa. Yoxsa əks təqdirdə heç bir işə yaramaz və mən o sinirlə uzadacaq bir vəziyyətə girməyə başlayıram. Aqressiya bizə bir çox şey qatdığı qədər bir çox şey də alır. Aqressiyanı idarə, baxın, aqressiyalaşırsınızsa, yəni əsəbləşirsiniz, öfkələnirsiniz. Öfkələndiyiniz zaman başqasının oyununda, başqasının senaryasında siz yan xarakter olursunuz. Öz obrazınızdan çıxırsınız. Heç kim aqressiyalanmır deyə bir qayda yoxdur bu arada. Yəni biz də aqressiyalanırıq, bayaq dedim. Heç bir şəkildə bu yanlış anlaşılmasın. Sadəcə aqressiyanı göstərmə şəkliniz, səs tonunuz, reaksiyalarınız sizin obrazınızı təyin edir. Siz nə qədər çox gərginlik içərisində, nə qədər çox çatmağa çalışırsınız, nə qədər aqressiya ilə hərəkət etsiniz, nə qədər ki bu belə olmalıydı, bu belə olmalıdır, idarə ilə hərəkət edəcəksiniz, o zaman artıq sorun var çiçəklərim. Billah da sorun var. Yəni bunu birinizin sizə deməyi lazım idi. O birimiz də mən oldum. Aqressiya insanı uçuruma aparır. Və biz Azərbaycanda, Türkiyədə yaşayan insanlar olaraq sizə deyirəm bunu. Biz yetəri qədər maya yemişik. Yəni bizim bütün əcdadlarımız çıxacaq qədər bizim DNA'mızda maya var əzizlər. Bunu bir qəbul edək. Biz mayadan, yəni çox maya var. Hətta Türkiyə və Azərbaycan hal-hazırda çörək tüketimində Türkiyə daha qabaqdır, amma biz də onun arxasında gəlirik yəni. Maya və un məlumatı işlətməkdə qabaqdayıq. Maya və un nə yaradır bədəndə? Aqressiya. Maya nə yaradır? Çünki öfkə yaradır. Hormonu tetikləyir. Bizim bədənimizdə bir çox qidanın belə bizim hormonal dəngəmizi pozduğumuzu bilsək, biz yeməklər belə yeməliyik. Baxın, bir ana öz uşağına pəkməz verir şirniyyat yerinə. Bilmir ki, pəkməz ona şirniyyat ehtiyacını, təbii şirniyyat ehtiyacını ödəyir, amma xərçəngin yolunu yaradır. Bilmir. Bir ana uşağı üçün, misal üçün deyək, toyuq qızardır. Çöldən alır və toyuq qızardır, naqd yeməsin. Toyuğun içərisindəki hormonal dəngənin oğlan uşaqlarının cinsiyyət dəyişiminə səbəb olduğunu, qadınların da qadın hisslərinin və hormonlarını aşağı saldığını bilsə, çöldən toyuq alıb yeməz. Bilsələr belə bəzən insanlar vərdişlərini yenilirlər. Açıq danışaq. Və bunların hər birisi sizə daxili olaraq bizi öfkələndirir. Və insan bədənində bir çox proses bizə bağlıdır. Çox uzaqda axtarmayın. İnanın mənə, gözümüzün qabağındadır. Bir yaşadığım hadisəni danışım sizə. Çox sinir olduğum bir dönəm oldu və sinir olduğum dediyim artıq səbəb gəlmirdi sanki. Və o gün mən dedim ki, yox, mən gedəcəm. Qaçış yoxdur bundan. Çarə budur, bundan ayrı bir ehtimal gözləməyin dedim özümə və çıxdım yola. O yolda çətinlik çəkdim, bir çox inancım dəyişdi, bir çox düşüncəm dəyişdi.
Təbii ki, bir çox düşüncəm, bir çox vəziyyətim dəyişdi, amma bir çox gedişat dəyişdi. Hekayəni anlatım sizə, yəni. Hadisəni danışım. Mən uzun bir, bilirsiniz ki, mən tətilə çıxmışdım və o tətil müddətində tətilə çıxmışdım və mən onu çox planlayırdım. Sanki həmin yer mənə gəldiyirdi. Və mən son ana qədər hər şey planlamışam, artıq gedəcəm. Bəzi rəfiqələrim dedi ki, biz də gəlirik. Və hər şey planlandı, artıq bir nəfərlik olacaq tətil 5 nəfərə qədər qalxdı. Son bir saat hələ heç kimin səs çıxmır, heç kim səs etmir, biletlər alınmalıdır və s. Səs yoxdur. Son 1 saat, 2 saat qala hamısından səs çıxdı ki, biz gələ bilmirik və s. belə axır. Və mənim orada tərbiyələrim vardı. Və mənə dedilər ki, mən də onlardan rəhbərlik istədim açıq ki, yəni biz oraya 2 dəfə gedirik, köməklik edə bilərsinizmi deyə. Mənə dedilər ki, hocam biz orada deyilik, həmişə orada olan insanlar, biz orada deyilik dedilər və hocam gözləyin, başqa zaman gəlin, biz sizi özümüz heç bir təmin almadan yazdirək. İndi getsə sizdən ödəniş alacaqlar və s. və axır. Tətil vaxtı da bir çox şey deyildi. Dedim, yəni yəqin ki, getməməliyəm. O an bir durdum. O an mən elə bir aydınlandım gəldi və o qədər əsəbləşmişəm, o qədər aqressiya doluyam. O qədər aqressiya doluyam ki, sizə izah edə bilmərəm, yəni aqressiyam mən yəni şu anda. Ağlımda olan bir söz vardı. Mən buradan nə öyrənməliyəm? O an bir sinəbə düşdüm. Mənim illərdir ertələnmə prosesimi əslində mənə aynalayırdı. O gün nə olursa olsun o biletləri aldım tək-təkinə. Qardaşım da yanımdaydı, o da gəldi. Plan dostu o vardı hər zaman. O da gəldi və biz getdik tək-təkinə ora. Təbii ki, stres yaşadığım dövrlər oldu, maddi bəzi problemlər oldu. Əslində onun ehtimalı məni biraz da sinirləndirdi. Sonra yolda bir proses baş verdi. Və mən tarat açdım o vaxt özümə və alan oxudum özüm üçün. Dedim ki, yəni bu yaşadığım nədir axı? Mən normalda belə şeylərdə heç bir zaman belə reaksiyalar vermirəm. Yəni özümü tanıyıram və belə reaksiyalar vermədiyimi bilirəm. Nə oluyor şu an dedim öz-özümə. Tamam. Fragment başladı. Alan mənə dedi ki, get və tapacaqsın. Mən getdim. Getdiyim yerdə çox gözəl şəkildə gəzdim, əyləndim. Axırıncı məntəqədə oturduğum vaxtda axışdan mənə bildilər gəlməyə başladı. Dedi, artıq tapmısan, gözdə axsın. Və orada aldığım bilgiləri, maddi sıxıntımla bağlı bilgilər, şəxsi münasibətlərimlə bağlı, ikili münasibətlərimlə, sevgi həyatımla, hamısıyla bağlı axış gəldi. Yolda isə elə bir hadisələ qarşılaşdım. Bunu danışım sizə. Əslində onu belə bir sonlandırmaq istəyirəm ki, bəzən bizi icazə verməyən, əngəl qoyan proseslərin çoxunda bizim inkişafımız durur. Orada əngəl prosesini isə bizim aqressiyamız və inanc sistemimizdəki dirənclər səbəb olur. Dirənclərinizi qırmağı öyrənin. Əgər bir yola gedəcəksə, o yolda getmək ehtimalı azlısa, ucuz olacağınız üçün istəyir, halınız yoxsa, xəstəsinizsə, ölürsünüzsə, bilin ki, dirəncləriniz icazə vermir. Çox rəfiqam var bunu yaşayan, çox prosesini yaşayan insanlar var. Hərəkətə keçin. Hərəkətə keçin. İnanın mənə sonra dua edəcəksiniz. Hərəkətə keçdiyiniz anda dirənclər deyəcək ki, alınmır. Bir hərəkətə keçin, 2, 3-də, 4-də axır alınacaq. İnanın mənə. Toparlanıb gəldim, göz makyajımı da yaptım. Şimdi deseylərim, dediyim kimi, aqressiya sizə nə qədər ki, qoruyur kimi görünsə də bir zıxdır və o yalansı bir zıxdır. Bir video var idi, nə qədər quşanırsan quşan, əgər ki, kiçik bir çıxıntı varsa sənin zehində və onu qarşı tərəf bilirsə və bunun sənə törədəcəyi nöqtəyi də bilirsə, bir şəkildə sənə o zərəri verəcək. Get, tez. Buna görə də biz öz nöqtələrimizdə əslində nəyi nə üçün olduğunu, niyə olduğunu doğru şəkildə konumlandırmağımız lazımdır. Ki, biz o şəraiti niyə yaradırıq? Biz ona niyə icazə veririk? Biz o insanın bizim sərhədlərimizi aşmağına niyə icazə veririk? Doğru qoyulmuş sərhəd sizi qoruyar. Sizi inkişaf elətdirib, sizi ilərlədər. Əksi təqdirdə hər zaman yorulacaqsınız. Doğru qoyulmamış sərhəd
doğru qoyulmağı öyrədilməmiş. Baxın, bir rəfiqəmin haqqında danışanda mənə deyir ki, sərhədlər çizmək o qədər asan deyil ki, o insana qarşı. Deyirəm ki, əzizim, o insana heç sərhədin nə olduğu doğru şəkildə öyrədilməyib. Və elə insanların sevgi verə bilmədiyinə görə günahlandırılmağı mənə çox mənasız gəlir. Zaten bu insanlar sevginin necə verildiğini bilməyərək böyüyüblər. Necə ötürə bilərsiniz o bilgini? Necə eləyə bilər? İmkansızdır axı. Yəni, bilməyən birindən siz maşın düzəltməyini və ya samolyot düzəltməyini istəyə bilməzsiniz. Eynisidir. Və bir nöqtəyə danışacağım sizə. Sakiniz. Bəzən həyatımızın bir çox mövqeyində biz bilmirik nə edəcəyimizi. O çıxış yolunu axtararkən itə bilirik. Və bu itmə zamanında bir çox şeylər yaşaya bilirik əslində. Və hazırlanıb gəldim ki, sizə tam danışım. Çünki çıxa bilərəm və istəmirəm vlog yarım qalsın. Bu itmə zamanında bir çox şey itirə bilirik, bir çox şeydən uzaqlaşa bilirik və bir çox şeydən məhrum ola bilirik. Unutmamamız lazım olan bir şey odur ki, boş-boşuna yaşamırıq. İnanın mənə ki, həyatımızın bir çox mövqeyində biz uduzuruq. Əsas odur ki, uduzduğunuzu qəbul etməkdir. Bəzən durmaq üçün uduzmağa da ehtiyacımız var. Əsas odur ki, axtardığınız mövqeydən uzaqlaşmayın. Ən pisi odur. Ən böyük çıxış yolu olmadan ilerləyiş odur. Ən böyük çırpınış odur. Nə zaman ki hiss etsəniz artıq düzgün yol deyil getdiyiniz yol, bilin ki geri dönüş vaxtıdır artıq. Çünki siz fərqində olmadan yaşadığınız bir çox şey sizi həyat yolunuzdan uzaqlaşdıra bilər. Bu da sizi yorar, bu da sizi tükətər. Nə gərək var? Nəyə lazımdır? Hər kəsin zaten həyat yolu var. Seçimlərimiz onu şəkilləndirir, unutmayın. Qaldı ki, bir mövzudan daha bəhs etmək istəyirəm sizə. Biz bəzən unuduruq ki, nəyə görə bəzi şeyləri yaşayırıq. Bəzi insanlar var, bilirsiniz ki, başlarına bir şey gəlir və demədən onları anlamağımızı gözləyirlər. Baxın, birinin sizin duyğularınızı anlaya bilməsi bir yeteneği yoxdur. Təbii ki, sezgisel insanlar var, hiss eləyə bilirlər, o an sizdən ünsiyyət qururlar, amma heç kim tam şəkildə onu anlaya bilmir. Və siz qarşı tərəfin sizin onu nə qədər sevdiyinizi, sizin onu nə qədər qırıldığınızı, sizin onu nə qədər ümid bəslədiyinizi bilmədən ondan bir şey bekləməyiniz çox bəncillikdir. Çox böyük bir bəncillikdir. Keçən bir rəfiqəm mənə deyir ki, mən bunu çox sevirəm, yəni çox dəhşət şəkildə ona qarşı duyğularım var, ifadə edə bilmirəm. Dedim, bəs ona demisənmi? Deyir, yox, məncə hiss edir. Deyirəm, demisənmi heç? Deyir, yox. Dedim, fərqindəsənmi bu necə bir bəncillikdir, necə bir egoizmdir. Sən qarşı tərəfə çıxış yolu buraxmadan və onun üçün bir ehtimal yaratmadan onu bir belirsizliyin içərisində qoyursan və net olmursan. Və sizə belə deyim, o rəfiqəm hər zaman həyatında hər kəs net olsun mənə qarşı deyən insandır. Amma özü net deyil. Bunun fərqində belə deyil. Ona görə də bu həyatda net olmağınız üçün ilk öncə baxmalısınız ki, mən netəmmi? Net insanlar istəyirsinizsə, dəqiq insanlar istəyirsinizsə həyatınızda, ilk öncə özünüzə baxın. Görün nə qədər dəqiqsiz, nə qədər rahatsız, nə qədər o prosesdə özünüzü görürsünüz. O zaman bəzi nöqtələr açılacaq, evet. Sırğı seçelim. Qaldı ki, son olaraq sizin həyatınızda bir çox mövqeydə bir çox dərslər yaşayacaqsınız. İnanın mənə ki, o dərsləri öyrənmədən eynilərini yaşamağa davam edəcəksiniz. Və sizə atılan daşlar olacaq, atılan sözlər olacaq.
dağıdılan yollar olacaq, dağıdılan ehtimallar olacaq. İnanın mən ondan dərs almayana qədər eyni şeylər davam edəcəksiniz. Və buna görə də yığın o daşları öz çuxanıza və öz qulağınızı ifşa etməyə başlayın. Hər şey sizin əlinizdədir. Heç kim sizin verdiyinizdən artıqını edə bilməyəcək və sizdən yaxşı heç kim sizin üçün etsin deyə bilməyəcək. Unutmayın. Sevirəm hər birinizi. Yenə vloglar gələcək. Çox sevirəm sizi. Canlarım benim ya. Canım ailəm. Mənim gözəl çiçəklərim, mənim gözəl böcəklərim. Özünüzə yaxşı baxın. Özünüzə yaxşı davranın. Qəşəng oldu mu sizdə?